Salam əziz dostlar, dəyərli izləyicilər, hamınızı xoş gördük. Bugün 11 aprel tarixində Fransanın Strasburg şəhərində Avropa Şurası Parlament Assambleyasının yaz sesiyası öz işini yekunlaşdırdı. Ötən 5 gün ərzində burada çox ciddi məsələlər müzakirə edildi, çıxışlar edildi və qərarlar qəbul edildi. Aşpanın yaz sesiyasının bu dəfəki gündəliyində yaxın şərqdəki humanitar böhran, Ukrayna-Rusiya müharibəsi, Türkiyədə yaşanan son hadisələr, İstanbul Şəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu'nun həbsi və onun ardınca başladılan etiraz aksiyaları, habelə Avropanın bəzi ölkələrində, xüsusən də Macaristanda, Serbiyada insan haqlarının pozulması ilə bağlı məsələlər gündəliyə daxil edilmişdir. Ötən 5 gün ərzində Azərbaycanla bağlı ciddi müzakirələr həyata keçirilmədi. Çünki artıq bir ildən artıq bir müddətdir ki, Azərbaycan nümayəndə heyəti Aşpanın iclaslarına qatılmır və ölkənin nümayəndə heyəti, ölkənin təmsilciləri iclaslara qatılmadıqda həmin ölkə ilə bağlı ayrıca müzakirələr həyata keçirilmir. Lakin bəzi Avropalı deputatlar bu dəfə də öz çıxışlarında Azərbaycanla bağlı tənqidi fikirlər səsləndirdilər və Azərbaycan dövlətinin öz üzərinə götürdüyü bəzi öhdəlikləri hələ də yerinə yetirmədiyini və bir ildən artıqdır ki, Azərbaycan nümayəndə heyətinin Aşpanın iclaslarına qatılmadığını bildirdilər və rəsmi Bakının ünvanına müəyyən tənqidlər səsləndirdilər. Azərbaycan üçün önəmli olan müzakirələrdən biri də təbii ki, qardaş Türkiyədəki hadisələrlə bağlı aprelin 9-da ayrıca müzakirələrin, dinləmələrin təşkil edilməsidir. Belə ki, ötən həftələr ərzində Türkiyədə yaşanan hadisələr, xüsusən də İstanbul Şəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu'nun ali təhsil diplomunun ləğv edilməsi, ardınca da onun özünün həbs edilməsi və bunun ardınca da İstanbulda başlayan etiraz aksiyaları, polisin tətbiq etdiyi zorakılıqlar, insan haqları ilə bağlı, ifadə azadlığı ilə bağlı, internetin məhdudlaşdırılması ilə bağlı fikirlər səsləndirildi və Türkiyə iqtidarı ciddi şəkildə tənqid olundu və çıxışçıların tam əksəriyyəti Avropalı deputatlar öz çıxışlarında Əkrəm İmamoğlu'nun dərhal sərbəst buraxılmasını və Türkiyədə insan haqlarının pozulması hallarının durdurulması, ifadə azadlığının təmin edilməsi, söz azadlığının təmin edilməsi tələbində bulundular. Hətta Türkiyədən olan bəzi müxalif yönümlü deputatlar, CHP-dən, İyi Partidən olan deputatlar da öz çıxışlarında Türk iqtidarını, Türkiyə dövlətini sərt şəkildə tənqid elədilər və Türkiyə kimi böyük bir ölkənin Aşpadakı dostları, tərəfdaşları, müttəfiqləri olan ölkələrdən kimsə çıxış alıb Türkiyəni müdafiə eləmədi ki, bu da bir ölkənin xarici siyasətində, onun diasporasında müəyyən islahatların həyata keçirilməsinin zərurliyini bir daha ortaya qoyur. Və yenə Azərbaycana qayıtsaq, Azərbaycan artıq 2024-cü ilin yanvar ayından Aşpanın iclaslarına qatılmır. Bu təbii ki, Azərbaycana düşmən olan, Azərbaycanı sevməyən bəzi ölkələr üçün geniş bir platforma deməkdir. Xüsusən də Ermənistandan olan nümayəndə heyətinin üzvləri öz çıxışlarında Azərbaycanın ünvanına şər və böhtanlar, hədyanlar yağdırırdılar. Xüsusən də bu günlərdə Bakıda məhkəməsi davam edən erməni əsilli şəxslərin siyasi məhbus olduqlarını, onların vicdan məhbus olduqlarını və sadəcə fikir və düşüncələrinə görə Azərbaycan dövləti tərəfindən həbs edildiklərini iddia edirlər. Təsəvvür edirsinizmi? Azərbaycan xalqının qanına əlini bulamış o müharibə cəlladları, o terrorçular burada Avropa platformasında, Aşpa tribunasında siyasi məhbus kimi, vicdan məhbusu kimi təqdim olunur və erməni deputatlar və onlara dəstək verən bəzi fransız, alman parlamentarlar öz çıxışlarını obyektiv göstərmək, fikirlərini tam qərəzsiz şəkildə ifadə etmək məqsədi ilə erməni əsilli həmin şəxslərin yanına Azərbaycanda həbsdə olan bəzi jurnalistləri, ictimai-siyasi fəalların da adlarını salaraq ümumi belə bir təsəvvür formalaşdırmağa çalışırlar ki, güya onlar Azərbaycana qarşı hər hansı bir qərəzli mövqe nümayiş elətdirmirlər. Azərbaycanda həqiqətən də insan haqlarının, demokratiyanın, fundamental azadlıqların müdafiəsi
baxımından çıxışlar etdiyini göstərirlər. Əslində onları sadəcə və sadəcə erməni əsilli şəxslərin azadlığa buraxılması maraqlandırır və təəssüflər olsun ki, Azərbaycan nümayəndə heyəti bu iclaslarda iştirak eləmədiyi üçün və Azərbaycan təmsilciləri deyək, diaspor fəalları bu platformanın fəaliyyətində yaxından iştirak eləmədiyi üçün, ən azından Aşpa binası qarşısında müəyyən etiraz aksiyaları keçirmədiyi üçün burada Azərbaycanın haqlı mövqeyini ifadə edən hər hansı bir güc yoxdur. Bunu fürsət bilən ermənilər hər çıxışında Azərbaycan əleyhinə hədyanlar yağdırırlar. Azərbaycanın güya yeni müharibəyə hazırlaşdığını, Ermənistan ərazilərini işğal etmək planlarını Avropalı deputatlara inandırmağa çalışırlar və heç bir halda özlərinin 30 illik işğal siyasəti ilə bağlı bir kəlmə belə demirlər və Avropalı deputatlar da ya qərəzli mövqe nümayiş etdirərək və ya informasiya çatışmazlığı səbəbindən həmin o erməni deputatların təbliğatına inanırlar və öz çıxışlarında Azərbaycan əleyhinə fikirlər səsləndirirlər. Düşünürəm ki, Azərbaycan da Aşpanın fəaliyyətində mütləq şəkildə iştirak eləməlidir. Çünki 57 ölkənin birləşdiyi beynəlxalq bir təşkilatda, siyasi bir təşkilatda təmsil olunmamaq bu elə Azərbaycanın özünə ziyandır, Azərbaycanın milli maraqlarına ziyandır. İstənilən halda Azərbaycan Aşpadakı fəaliyyətini bərpa eləməlidir. Bunun üçün müəyyən addımların atılması vacibdir. Çünki Aşpanın Azərbaycandan tələbi müəyyən hüquqi və siyasi islahatların həyata keçirilməsidir. Həbsdə olan jurnalistlərin, ictimai fəalların məhkəmələrinin yenidən keçirilməsi, onların azadlığa buraxılmasıdır. Bir hüquq müdafiəçisi olaraq təbii ki, həmin şəxslərin tezliklə azadlığa buraxılmasının tərəfdarıyam, amma vətənimi, dövlətimi sevən bir şəxs kimi də düşünürəm ki, Azərbaycan Aşpanın fəaliyyətində yaxından iştirak eləməlidir. Çünki Azərbaycan nümayəndələri burada olmadıqca anti-Azərbaycan qüvvələr bu platformalardan geninə bolunan istifadə edirlər və hər çıxışında erməni deputatlar, Yunanistandan olan deputatlar, Fransadan, Almaniyadan və erməni lobbisinin təsiri altında olan müxtəlif Avropalı parlamentarilər Azərbaycana qarşı hədyanlar yağdırırlar və o hədyanlara cavab verəcək kimsə yoxdur. Azərbaycan nümayəndə heyəti yoxdur. Buna görə də düşünürəm ki və arzu edirəm ki, Azərbaycan qısa bir zamanda Avropa Şurası Parlament Assambleyasının fəaliyyətini yaxından izləmək və iştirak eləmək üçün Azərbaycan nümayəndə heyətini yenidən Aşpaya, Strasburqa göndərməlidir. Belə platformalarda Azərbaycan yaxından iştirak eləməli və Azərbaycana yönəlik o qərəzli çıxışlara yerindəcə layiqli cavab vermək üçün Azərbaycan Aşpada olmalıdır. Düzdür, bizim üşənli bayrağımız burada dalğalanır. Bu bir vətənpərvər insan kimi bizdə qürur hissi yaradır. Amma içəridə gedən müzakirələrdə, Azərbaycan əleyhinə səslənən fikirlərdə Azərbaycan təmsilcilərinin, Azərbaycanlı deputatların iştirak etməməsi və cavab verə bilməməsi təbii ki, bizdə böyük bir təəssüf hissi yaradır. Azərbaycan bizim vətənimizdir, Azərbaycan bizim dövlətimizdir. Bütün platformalarda Azərbaycanın haqq səsini, Azərbaycanın milli maraqlarını müdafiə etmək bizim borcumuzdur. Allah Azərbaycanımızı qorusun, Allah dövlətimizi qorusun. Var olun.